Salam, axşamınız xeyir, dəyərli müəllimlər. Qaldığımız yerdən davam edək. 26-cı sualda qalmışdıq. 26-cı sual belədir. 26-cı sual belədir. Deyir ki, bir dəqiqə. Aha. Deyir limit. X yaxınlaşır 1, x yaxınlaşır 1. X-in üstü 100, çıxaq 1, 2 çıxaq 1, 2 çıxaq 1. Bərabərdir 100 olarsa, bizə nəyi soruşur? Limit x yaxınlaşır. X yaxınlaşır 1, x yaxınlaşır 1. X-in üstü 50, çıxaq 1, x minus 1-i tapın deyə bir sualdır. Mən bilirəm ki, hasilin limiti, onların limitləri hasilinə bərabərdir. Burada mən bunu yuxarını belə yazaram. Limit x yaxınlaşır 1, x yaxınlaşır 1. Mötərizədə yazıram. X minus 1. Yuxarını yazıram. X-in üstü 50 çıxaq 1. X-in üstü 50. Üstə gələk. 1 kimi yaza bilərəm. Üstə gələk 1. Bərabərdir 100. Buradan limit x yaxınlaşır 1. Bunu ayrı-ayrı kəsirlərdə yazıram. X minus 1, x-in üstü 50, çıxaq 1, vuraq. X üstü 50, üstə gələk 1 şəklində yazıram. Bərabərdir 100. Burada yenə də ayrı-ayrı limitləsək, limit x yaxınlaşır 1-ə. Hasilin limiti olan limitləri hasilinə bərabərdir. X minus 1 məxrəsdə, x-in üstü 50, çıxaq 1, vuraq. Limit x yaxınlaşır 1, x-in üstü 50, üstə gələk 1, bərabərdir 100 kimi yaza bilərəm. Burada limit x yaxınlaşır 1, x-in üstü 50, çıxaq 1, x minus 1, vuraq. Burada limitin qiymətini qoyuram yerinə. Elə bir ki, 1-in üstü 50, üstə gələk 1, bərabərdir 100. Bu məndə 2 elədi. Limit x yaxınlaşır 1, x yaxınlaşır 1. X-in üstü 50, çıxaq 1, x minus 1, bərabərdir 100-ü. Bax, bu 2-yə bölürəm, o da 50 eləmiş olur. Hansı variantdır? Cavabımız C variantı, 50. İkinci sualımız belədir. Düzü ikinci sualımız yox, 27-ci sualımız. Aha, 27-ci sualımız belədir. Bir dəqiqə. Bu da limitdə deyəsən. Hə, limit. X yaxınlaşır sonsuzluq. 1 minus 2 bölək x üstü 3x bərabər sual. Bu ikinci görkəmli limitdir. İkinci görkəmli limitin belə bir xassəsi var idi. Limit x yaxınlaşır sonsuzluğa. Elə bir ki, 1 üstə gələk 1 bölək x üstü x-dirsə, bu bərabərdir y ədədinə. Yəni, baxıram ki, 1 böl x-dən x bir-birlərinin tərsidir. Elə bir ki, burada mötərizənin üstü tərsi olmalıdır da. Mən burada o şeyi yaradıram. Limit x yaxınlaşır sonsuzluq. 1 minus 1 plus yazıram. Mötərizədə mənfi 2 bölə x yazıram. Bax, indi burada mən bunun tərsini yaratmaq istəyirəm yuxarıda. Mənfi 2 aşağıda, x-i yuxarı qaldırıram ki, bu y ədədinə geçsin. Axı, burada bir-birlərin tərsidir. Mən burada yaratdım. Eyni zamanda mən bunu təzədən tərsinə vurmalıyam ki, mənfi 2 bölə x-ə vurmalıyam ki, bunlar, məsələn, qüvvətləri bir-birinə vuranda yenə də burada heç bir dəyişiklik olmamış kimi olsun. Üstündə də 3x yazıram. Bu bərabərdir. Bax, bu ifadə bütövlükdə, bax, buradan bura. Buradan bura getdi, hara? Y ədədinə getdi. Y-nin üstü oldu belə. Y-nin üstü mənfi 2 bölək x, vuraq 3x şəklində oldu. Bu bərabərdir. Burada x-lər ixtisar getdi. Qaldı y-nin üstü mənfi 2 vuraq 3. O da bərabərdir. Y-nin üstü mənfi 6 eləmiş oldu. Hansı variantdır? Y-nin üstü mənfi 6. Cavab B variantı, y-nin üstü mənfi 6.
Davam eləyək. Burada 28-ci sualımız belədir. Deyir ki, integral kosinus 5x kosinus 2x üstə gələk sinus 5x sinus 2x dx'in ibtidai funksiyasını tapın da deyir. Hesablayın. Bu bərabərdir. Bu bərabərdir integral kosinus alfa kosinus beta üstə gələk sinus alfa sinus beta kosinus alfa çıxaq beta deməkdir. 5x çıxaq 2x deməkdir. Dx o da bərabər integral kosinus 3x dx olur. 3x dx o da bərabərdir. Bunun nədir? 3/1 qabağa keçir. Kosinus 8 sinus x-in 3x-in törəməsidir də yəni. Yəni kosinus 3x-in ibtidai funksiyası hansı olur? Sinus 3x olmuş olur. Üstə gələk s olmuş olur. Hansı variantdır? Cavab C variantı. 29-cu sualımıza baxaq. 29-cu sualımız görək nə deyir? Fx bərabərdir. Bax, bu 29-cu sualda müəllimlər problem var. Bayaqlarımı yazdım, sildim. Burada problem nədədir? İşarədə. 3x-in üstü kvadratdır. Burada üstə gəlmə olmalıdır. Çıxma yox. 2 kök altında x minus 2 üstə gələk 18 ln x minus 2. Burada deyir ki, x0 qrafikinin apsisi x0 bərabər 3 olan nöqtədə çəkilən toxunanın apsis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağı tapın. Mən bilirəm ki, toxunanın bucaq əmsalı k bərabərdir tangens alfaya, o da bərabərdir f' x sıfıra bərabərdir. İndi mən buradan bu bərabərlikdə mən tangens alfanı tapa bilərəm. Birinci törəməni tapaq. F x görək nəyə bərabərdir. Mənfi 6x eləyir. Üstə gələk 2 vuraq. 1 bölünsün 2 kök altda x minus 2 eləmiş olur. Üstə gələk 18 vuraq. Burada ln x-in törəməsi 1 bölək x eləyir da. 1 bölək x minus burada x-in yerində 1 bölək x minus 2 olmuş olur. Aha, törəməni tapdım. Gəl f' x0'ı tapaq. O da bərabərdir f' x0 məndə 3'dür. Qiymətini qoyaq yerinə. Qiymətin yerinə qoysaq bu bərabərdir. Mənfi 6 vuraq 3. Üstə gələk. Bu 2 ilə bu 2 ixtisar getdi. 2'ni silək buradan. Aha. Burada 1 bölək kökün altda 3 çıxaq 2. Üstə gələk 18 vuraq 1 bölək 3 çıxaq 2. Bu da bərabərdir. Burada elədi mənfi 18. Üstə gələk 1. Üstə gələk 18. Bu da bərabərdir. 18 ilə bu zaten 1 elədi. 1'i 1'ə bölsək 1. 18 də vursa 18. 18 ilə 18 0 elədi. Qaldı 1. Demək ki, burada mənim tangens alfam bərabər olmalıdır. f' x0 o da bərabərdir 1. Tangens alfa nə zaman 1 olur? Alfa 45 dərəcə olanda. Demək ki, 45 dərəcəli bucaq əmələ gəlibdir. 45 dərəcə. Burada işarə səhvliyi var sadəcə. Burada elə bir ki, toplama olmalıdır. Orada çıxma yazıblar. Burada toplama olmalıdır. Üstə gələk. Aha. Növbəti sualımız gəlsin. 30-cu sualımız belədir. 30'da deyir ki, A-nın hansı qiymətində funksiyanın böhran nöqtələri yoxdur. Aha. f' nəymiş? Bircə dəqiqə. fx bərabərdir nəyə? X-in kubu üstə gələk 3 x-in kvadratı 3x-in kvadratı çıxaq ax çıxaq 7. Mənim funksiyam budur. Funksiyanın böhran nöqtələri nədir? Funksiyanın əgər böhran nöqtəsi varsa, onun törəməsinin sıfıra bərabər olduğu yer onun böhran nöqtələridir. İndi gəl bunun törəməsini tapaq. Burada bir xırda fikir var. Ora diqqət eləmək lazımdır. f' x-a baxaq. Burada 3x-in kvadratı üstə gələk 6x çıxaq a olmuş olur. İndi burada deyir ki, böhran nöqtələri yoxdur.
böhran nöqtələri yoxdursa, biz əgər burada böhran nöqtələri olsaydı, bunun törəməsini tapanda bu ifadə sıfıra bərabər olmalıydı. Sıfıra bərabər olmalıydı. Böhran nöqtəsi sıfıra bərabər olmalıdır. Sıfıra bərabər olması üçün də bunun təbii ki kökləri olmalıydı. Böhran nöqtələrinin olması üçün. İndi böhran nöqtələrinin olmaması üçün, bax bunun kökü olmamalıdır. Bu kvadrat üçhəddinin kökü olmamalı. Kvadrat tənliyin kökü olmamalıdır. Kvadrat tənliyin kökü nə zaman olmur? D-si sıfırdan kiçik olanda. Gəl D-ni hesablayaq. D-ni hesablayanda belə hesablayırıq. 6-nın kvadratı çıxaq. 4 vuraq, 3 vuraq, mənfi A kiçikdir 0 olmalıdır. Burada 36 çıxaq. 12 üstə gələk 12A kiçikdir 0. Buradan 12A kiçikdir mənfi 36 olmuş olur. Buradan A da kiçikdir mənfi 3 olmuş olur. Hansı qiymətində A-nın mənfi 3-dən kiçik qiymətində? Cavab E variantı. Qəşəng sual idi, yəni normal sual idi. 31-ci sualımız belədir. 2'nin üstü x minus 1 bərabərdir 32 olarsa, x-i tapın. 32 isə bu 2'nin üstü 5 deməkdir. Yəni, əsaslar bərabərdirsə, üstlər də bərabərdir. X minus 1 bərabərdir 5, x də bərabərdir 6 olmuş olur. Cavab 6'dır. Sonra, 32-ci sualımız belədir. Xətti ölçüləri bu olan düzbucaqlı paralelipedin diagonalının uzunluğunu tapın. Bir dənə paraleliped çəkək. Çəkək bir dənə paraleliped. Bir dənə qəşəng paraleliped çəkək. Aha. İndi xətti ölçüləri deyir. Xətti ölçüləri hansıdır? Tutaq ki 3 buradır. 4 buradır. 3, 4, bura hansıdır? Burada 5 olsun da tutaq ki. 3, 4, 5. İndi bax, buranı birləşdirək. Aha. Bax, burada bunların hamısı düzbucaqdır da, düzbucaq. Burada elə bir ki, bizə nəyi soruşur? Paralelipedin diagonalını soruşur da. Gəl, bura baxaq. Qoy rəngi dəyişək. Bura baxaq, bura. Eyni zamanda burada bir düzbucaqlı üstbucaq var. Bura baxaq. Bax, bura. Aha. İndi bu düzbucaqlı üstbucaqda hansı düzbucaqlı üstbucaqda? Bax, bu düzbucaqlı üstbucaqda. Burada. Katetlər 3-4-dürsə, mənim hipotenuzum bura 5 olur. Eyni zamanda bu biri düzbucaqlı üstbucağa baxaq. Bir dəqiqə başqa bir rəngi seçək. Olsun, nə bilim, başqa bir rəng, nə bilim, bu rəng. Hə. Bu düzbucaqlı üstbucağa baxalım, bax, bu düzbucaqlı üstbucağa. Bu düzbucaqlı üstbucaqda da elə bir ki, belədir də. Diagonal budur. Diagonal budur. Bura D-dir, bura 5'dir, bura da 5'dir. O zaman D nəyə bərabər olur? 5 kök altı 2 olmuş olur. Düzbucaqlı üstbucaq bərabər yanlı düzbucaqlı üstbucaqdırsa, orada hipotenuz bərabərdir. Katetin kök altı 2 mislindən bərabərdir. Vəssalam. 32-nin cavabı 5 kök altı 2 cavab B variantı olmuş olur. Növbəti sualımıza baxaq. Növbəti sualımız belədir. Burada çox xırda yazılıbdır, görmək olmur. A parametrin hansı qiymətində? Gəl baxaq. 33-cü sualımız. Fx bərabərdir. A kvadratı çıxaq 4. Üstə gələk. Yox, burada üstə gələk yoxdur. Burada x-in üstü 7-dir. Müəllimlər, burada mən dəqiq olaraq misalı görmürəm. Amma belə təxmini olaraq görürəm ki, burada x-in üstü 7-dir deyəsəm. X-in üstü 7'dir, yoxsa nədir burada? X-in üstü kvadrat deyil yəqin ki. Nə bilim. X-in üstü 8'dir bəlkə də. Nəysə, burada cüt dərəcəyə oxşuyur. Yəni tam olaraq x-in üstünü mən görə bilmirəm. Deyək ki, cüt dərəcə olsun.
Burada x-in kvadratı olsun ya da 8-dirmi, bilmirəm 6-dırmı, dəqiq görsənmir burada. Olsun belə cüt dərəcədə yəqin ki, üstə gələk. 5a üstə gələk 4 vuraq x, üstə gələk a minus 2. Deyir funksiyası cüt funksiyadır. Bütövlükdə funksiya cüt funksiya olarsa a-nı tapın. A parametrin hansı qiymətində bu funksiya cüt funksiya olmuş olur. Mən cüt funksiyanı bilirəm ki, ümumiyyətlə cüt dərəcəli dəyişən varsa o cüt funksiyadır. Bu, bax, bütövlükdə bu cüt funksiyadır. Bütövlükdə o sərbəst hədd də cüt funksiyadır. Çünki ədəddir sərbəst hədd, ədəd də cüt funksiya olmuş olur. Amma burada x var deyə bu funksiya tək funksiyadır. Məndən bütövlükdə bu funksiyanın cüt funksiya olmağını istəyirsə, tək funksiyanı sıfıra aparmalıyam mən. O nə zaman mümkün olur? Tək funksiyanın əmsalı 0 olarsa, yəni 5a plus 4 bərabərdir 0 olarsa, bu tək funksiya ortadan çıxar, yerdə cüt funksiyaları qalmış olar. Buradan 5a bərabərdir mənfi 4, a da bərabərdir mənfi 5-də 4 olmuş olur. Hansı variantdır? Cavab D variantı olmuş olur. Aha. Növbəti sualımız oxşarlıqdır. 34-cü sualımıza baxaq. 34-cü sualımız belədir. Belə bir sualdır. A'dır, B'dir, C'dir, D'dir, Y'dir. Aha. Bizə deyir ki, bu bucaq, bax bu bucaq. Bura bir alfa deyirəm. Hansı bucağa bərabərdir? Bax bu bucağa bərabərdir. Burada alfa olsun. BD-nin DY-yə nisbəti, BD-nin DY-yə nisbəti BD bölək DY bərabərdir 5-in 7-yə nisbətinə bərabərdir. BC də 10 olarsa deyir, 10 olarsa. AC-ni tapın. AC bərabər sual. Aha. Mən burada bu bucaqları alfa demişəm. Bura beta deyirəm. Bura gamma deyirəm. Böyük üç bucağa baxaq. Bax, böyük üç bucaq budur da. Bax, böyük üç bucağımız budur. Bu üç bucaq. Aha. Böyük üç bucaqda beta var, alfa var. Bir dənə bura qaldı nə? Burada gamma olmuş oldu. Demək ki, alfa, beta, gamma, balaca üst bucaqdakı alfa, beta, gamma, böyük üst bucaqdakı alfa, beta, gammaya oxşardır. Oxşarlığa görə BD elə bir ki, BD 5A-dır. 5A-dır. D'yi də 7A olsun. İndi burada oxşarlığa görə nə edirəm mən? Bir də BC-ni verib, BC haradır? Bütövlükdə bura 10 veribdir. Balaca üst bucağın oxşarlığı ilə böyük üst bucağın oxşarlığından istifadə eləyirəm mən. Balaca üç bucaqda burada görək nələr var. ABC'də belədir, bu da belədir. AC-ni tapın deyə bir sualdır. AC də bax burada da x-dir bura. AC bura x-dir. Bax, böyük üç bucaqdan başlayıram. Böyük ABC üç bucağında beta'nın qarşısındakı tərəf hansıdır? Mən AC-ni axtarıram, x-dir. Balaca üç bucaqda beta'nın qarşısındakı tərəf hansıdır? 7a-ya nisbəti bərabərdir. Böyük üç bucaqda gammanın qarşısındakı tərəf neçədir? 10-dur. Balaca üç bucaqda gammanın qarşısındakı tərəf neçədir? 5a olmuş olur. 5a. İndi mən bunları belə desək, çarpaz vursaq, buradan x-i tapsam, x bərabərdir. 10 bölək 5a vuraq, 7a olmuş olur. 7a. Burada a'lar ixtisar gedir. 10 ilə 5 ixtisar gedir. Burada 2 qalır. 2-ni də 7-yə vursaq 14 eləmiş olur. Cavabımız burada 14 olmuş olur. Cavab 14. Növbəti sualımız 35-ci sualımızdır. 35-ci sualda deyir ki, iki perpendikulyar müstəvinin birindən bu qədər, digərindən bu qədər məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə xəttindən qədər olan məsafəni tapın. Tutaq ki, 2 dənə perpendikulyar müstəvi çəkək, bir dənə müstəvi. Mən müstəvini belə çəkirəm. Yəni, tutaq ki, bir müstəvi belədir, bir müstəvi belədir.
Buna alfa müstəvisi deyirəm, buna da beta müstəvisi deyirəm. Aha, bu da perpendikulyardır. Deyir ki, perpendikulyar müstəvinin birindən, bax, tutaq ki, bir nöqtə buradadır. Tutaq ki, elə bir ki, C nöqtəsi. Birindən nə qədər? Birindən 2 kök altda 5 məsafədə, məsafə, buradan bura bu qədərdir. Digərindən 4 sm məsafədə. Digər müstəvi də bu birisidir. Bundan da 4 sm məsafədə. Yerləşən nöqtədən bu müstəvilərin kəsişmə xəttinə harada kəsişiblər? Burada. Bax, bu məsafəni məndən kəsişmə xəttinə qədər olan məsafəni tapın. Bura x-dir. İndi burada bir düzbucaqlı üstbucaq yaranıb. Bura 2 kök altda 5-dirsə, burada 2 kök altda 5 olmuş olur. Bax, bu düzbucaqlı üstbucağa əsasən, deyə bilərəm ki, x-in kvadratı bərabərdir. 4-ün kvadratı üstə gələk 2 kök altda 5-in kvadratı. 4-ün kvadratı 16, bu da 20, o da 36. Buradan x də bərabər də 6 olmuş olur. Cavabımız burada, cavabımız 6-da neysə. Növbəti sualımız limitdir yenə. Xeyli limit sualı salıblar burada. Limit n yaxınlaşır sıfıra. Burada mən birbaşa yazmaq istəyirəm. Elə bir ki, bunu belə yazıram. Mənfini verirəm qabağa, mənfi qabaqda. 1 çıxaq kosinus x yazıram, kosinus x. Bölək 2, vuraq. 1 bölək x-in kvadratı yaza bilərəm bunu. Çünki niyə görə? Burada mənfi olduğuna görə 1 minus mənfini elə burada mötərizənin xaricinə çıxardıram. Elə bir ifadə aldım mən. Bu bərabərdir. Mənfini çıxardıram limitin qabağına. Limit n yaxınlaşır sıfıra. Burada oldu belə. Bu mənə verir nəyi? Bu ifadə bütövlükdə mənə verir sinus kvadrat. X bölək 2-ni verir. Vuraq 1 bölək x-in kvadratı. Bu da bərabərdir. Limit n yaxınlaşır sıfıra. Mən bunu belə yaza bilərəm. Elə bir ki, mötərizədə bunu bir də mötərizə asıram. Sinus x bölək 2 vuraq. 1 bölək x yazıb kvadratı kimi yaza bilərəm. Belə yaza bilərəm. İndi burada mən bir də neynirəm? Bu da bərabərdir. Limit n yaxınlaşır sıfıra. Burada belə olacaqdır. Sinus x bölək 2 bölək bir dəqiqə. Bölək x bölək 2 yazıram. X bölək 2. Mən bunu x bölək 2 yazdım, amma burada elə bir ki, bunu belə yaza bilərik də, belə başa düşülməyəcəkdir. Bir dəqiqə. Mən bunu belə yazıram. X burada məxrəsdədir. Elə bir ki, sinus x bölü 2-ni 1-ə vuranda sinus x bölü 2 olur. Məxrəsdə x var. Bunu belə hələ ki saxlayaq. Kvadratı. Mənfi burada qabaqdadır. Burada da mənfi qabaqdadır. Burada müəyyən qədər diqqətli olmaq lazımdır ki, problem olmasın. Bu bərabərdir. Burada mənfi qabaqda. Təzədən belə yazıram mən. Limit n yaxınlaşır sıfıra. Sinus x bölək 2. Mən bu x-i də 2-yə bölürəm. Və vururam 2-yə. 2-yə vuranda elə bu 2-lər ixtisar gedir, yenə məxrəsdə x qalır. Yuxarıda da kvadratı. Bu da bərabərdir. Mənfi limit n yaxınlaşır sıfıra. Bu ifadə bütövlükdə mənə nəyi verir? Birinci görkəmli limiti verir də. Yəni bu ifadə 1-i verir mənə. 1-i. Bu ifadə belə deməyək də. Bir dəqiqə. Burada incəlik var da. Bu ifadə bütövlükdə bax belə.
bu ifadə bütövlükdə mənə 1-i verir. O zaman belə olur. Limitin qarşısında mənfi var deyinə, mənfi qalır qabaqda, mənfi elə bir ki, 1 bölək 2-nin kvadratı qaldı da, o da bərabərdir mənfi 4/1, o da bərabər mənfi 0,25 eləmiş olur. Burada hörmətli müəllimlər, cavab 0,25 veriblər, amma mənfisini verməyiblər. Burada cavabda səhvlik var. Cavab burada mənfi 0,25-dir. Növbəti sualımız belədir. Kifayət qədər yəni çətin qoyublar sizlər üçün, amma indi yenə də bir balaca çətin olmağı o deməkdir ki, öz üzərimizdə işləmək lazımdır və inşallah ki, nəticəmiz yüksək olsun deyə. Radiusu 10-a bərabər olan çevrənin mərkəzindən AB vətərinə qədər məsafə bu qədərdir. Bu vətərin uzunluğunu tapın. Bir dənə çevrə çəkirəm. Bir dənə çevrə çəkdik. Aha. Radiusu deyir neçə olsun? Radiusu 10 olsun. Eri bərabərdir 10. Çevrənin mərkəzindən AB vətərinə qədər məsafə. Tutaq ki, bir dənə AB vətəridir. A, B vətəri. Çevrənin mərkəzi. Bura O nöqtəsidir. Bura qədər məsafə. Burada bir K deyirəm. Bura qədər məsafə 6-dır. Çevrəmin radiusu, bax bura 10-dur. O zaman KB nədir burada? KB katetdir. KB katet neçə olur? 8 olmuş olur. Düz bucaqlı üst bucaqda. Katet 6, hipotenuz 10 olanda digər katet 8 olmuş olur. KB digər tərəfdən mərkəzdən keçən düz xətt vətəri tən yarı bölür. Yəni 8 buradırsa, 8 də bura olmuş olur. Bizdən nəyi soruşurdu? AB vətərin soruşurdu. O da 8 vuraq 2. O da 16 olmuş olur. Cavab E variantı 16-dır. Növbəti sualımız 38-ci sualdır. 38-ci sualımız belədir. X-in kvadratı çıxaq 16. LG x minus 1 bərabərdir 0. Hasil 0-a bərabərdirsə, ya x-in kvadratı çıxaq 16 bərabərdir 0. Buradan x-in kvadratı bərabərdir 16, x bərabərdir mənfi 4, x bərabərdir müsbət 4. Ya da LG x minus 1 bərabərdir 0. Buradan x minus 1 bərabərdir 10 üstü 0. O da bərabərdir 1, x də bərabər neçə olur? 2 olmuş olur. Baxıram ki, burada x minus 1 LG-nin altındadır, yəni loqaritmanın altındadır. O böyükdür 0 olmalıdır. X də böyükdür nədən? 1-dən. X-in elə qiymətlərini götürməliyik ki, 1-dən böyük qiymətləri olsun. O da hansıdır? 2 ilə 4-dür. Cəmi neçə eləyir? Cəmi 6 eləmiş olur. Növbəti sualımız yenə limitdir. Əslində limitə burada çox üstünlük veriblər. Bu tip suallar düşür də yəni. X yaxınlaşır. Sonsuzluq. Aha. Mən bunu birbaşa yazıram. Yəni 3x üstə gələk 4-ü, üstə gələk 1, üstə gələk 3 kimi yazıram. 3x plus 1, yuxarıda da 3x çıxaq 1 şəklində yazıram. Bu bərabərdir. Limit. X yaxınlaşır sonsuzluq. Ayrı-ayrı məxrəslərdə yazsaq, bu ifadə 1 eləyir. 1 üstə gələk 3 bölək 3x plus 1. Bunun da üstü neçə eləyir? 3x çıxaq 1. 3x çıxaq 1. O da bərabərdir. Limit x yaxınlaşır sonsuzluğa. Nəsə bu yaxşı ürəyimə yatan olmadı. Bunu bir dənə silim, səliqəli şəkildə yazaq. Aha. Bu bərabərdir. Limit x yaxınlaşır sonsuzluğa. Bu 1 elədi. 1 üstə gələk 3 bölək 3x üstə gələk 1. Üstü neçə? 3x çıxaq 1 olmuş olur. O da bərabərdir. X sonsuzluğa yaxınlaşanda. İndi mən burada nə etmək istəyirəm? Mən bunu tərsini yaratmaq istəyirəm təzədən. Tərsini yaratmaq istəyirəmsə belə olacaqdır. 1 üstə gələk 3 bölək 3x plus 1. Bunun tərsi olacaqdır. 3-də 3x plus 1. Mən bunu tərsinə yaratdığıma görə təzədən özünə vururam. 3 bölək 3x plus 1-ə. Bir də üstündə 3x çıxaq 1 yazıram. Bu bərabərdir. Çünki burada bunun tərsini yaratdım deyə bir də tərsinə vururam ki, yəni orada fərq yaranmasın.
ifadənin özündə bir dəyişiklik olmasın və üstündə 3x minus 1-i yenə yazdım yerinə. Bu bərabərdir. Bu ifadə məndə elə bir ki, belə orada limit x yaxınlaşır sonsuzluğa. Bu ifadə mənə y-ni verdi. Y-nin üzərində 3x plus 1 vurulsun 3x minus 1 bu şəklində olmuş olur. Bu da bərabərdir. Limit x yaxınlaşır sonsuzluq. Y-nin üzərində olur belə. 9x çıxaq 3 bölək 3x plus 1 olmuş olur. O da bərabərdir. Limiti həmişə funksiyanın qarşısına vermək lazımdır. Y-nin üstü limit x yaxınlaşır sonsuzluq. 9x çıxaq 3, 3x çıxaq 1. O da bərabərdir. Y-nin üzəri limit x yaxınlaşır sonsuzluq. Hər tərəfi x-ə bölsəm 9 çıxaq 3 bölək x 3 çıxaq 1 bölək x olmuş olur. O da bərabərdir. Y-nin üzəri burada limitdə x sonsuzluğa yaxınlaşanda bu sıfıra gedir. Bu da sıfıra gedir. Yuxarıda 9 qalır, aşağıda 3, o da bərabərdir. Y-nin üstü 3 olmuş olur. Y-nin üstü 3 hansı variantdır? E variantı olmuş olur. Növbəti sualımız 40-cı sualdır. Bərabər tərəfli silindrin hündürlüyü 6-ya bərabərdir. Silindrin həcmini tapın. Bu sualda da problem var. Bərabər tərəfli silindirdən söhbət gedirsə, onun elə bir ki, hündürlüyü 2 radiusa bərabərdir də, h bərabər neçə 6-dır. Bu hissəyə bərabərdir. Yəni, burada da 2 dənə r var. R. Demək ki, 2 r-in mənim nəyə bərabərdir? H-a bərabərdir. O da bərabərdir 6-ya. Buradan r bərabər neçəyə? 3-ə bərabər olmuş olur. Aha, bizdən silindirin həcmini soruşur. V nəyə bərabərdir? Pi r kvadrat, bura h-dır da. Pi r neçədir? 3-ün kvadratı h-da 6-dır. 9 dəfə 6 54 pi olmuş olur. Bu cavabda 64 veriblər. Cavab 54 pidir. Növbəti sualımız gəlsin, görək növbəti sualımız nədir? 41-ci sualımız belədir. Az bir vaxt sualımız qalıb. Kosinus 70 dərəcə bərabərdir A olarsa sinus kvadrat 35 dərəcəni A ilə ifadə edin deyə bir sualdır. Sinus kvadrat 35 dərəcə bərabərdir. 1 minus kosinus 70 dərəcə bölünsün 2 düsturu ilə hesablanır. O da bərabərdir. Qiymətini qoyuram yerinə. 2, 1 minus kosinus 70 dərəcə A-dır. O da varmı belə? Bir C variantı. Daha uzatmağa dəyməz. Parçalayıb ayrı yazmağa dəyməz. Cavab C variantı. Növbəti sualımız 42-ci sualdır. 42-ci sualımız görək nə deyir. Aha, 42-ci sualımızda belə bir sualdır. Buradan belə bir düz xətt, buradan da belə bir kəsən çəkiblər. Aha. Bizə AMLD, A buradır, bu hissə. Bura M'dir, bura L'dir, burada D'dir. Aha. Bura B'dir, bura N'dir, bura Y'dir, burada C'dir. Aha. Bizə deyir ki, AB qövsü 90 dərəcə. Bura 90 dərəcədir. Bax bura. Sonra KL 50 dərəcə. KL haradır? KL haradır? KL yox, KL. K burada hansıdır? Bir dəqiqə. K bu deyil. Bu K'dır. Bir dəqiqə. K budur. Aha. KL 50 dərəcədir. Bura 50 dərəcədir. Bizə nəyi soruşur? MN 114 dərəcə. Bura 114 dərəcədir. Bax, elə bir ki, buranı soruşur da. Bura 114 dərəcədir. CD-ni tapın deyə bir sualdır. CD bax buradır. Bura X deyirəm. Bax, burada mən alfa deyirəm. Alfa bu cavab. Mən bu iki verilənə əsasən, bax, elə bir ki, bu çevrədən, bu çevriyə əsasən, mən alfanı tapa bilərəm. Alfa bərabərdir. 114 dərəcədən çıxaram 50 dərəcəni, bölərəm 2-yə. O da bərabərdir. Burada eləyir elə bir ki, 64-ü 2-yə bölsək,
32 dərəcə. Düzmü hesabladıq? 114-dən 50, 50 çıxsaq, 50, 14, 64, 2, 32 dərəcə. Aha. Alfa 32 dərəcədir. 32 dərəcə alfadırsa, demək ki, mən buradan, bax, bu böyük çevrədən mən x-i tapa bilərəm. Alfa bərabərdir nəyə? Alfa bərabərdir 90 dərəcə. Çıxaq x bölək 2 bərabərdir 32 verməlidir də mənə. Çarpaz vursaq 90 minus x bərabərdir 32. 90 minus x bölək 32 vuraq 2 bərabərdir 64. X-i tapsam 90-dan da 64-ü çıxaram. O da 26 dərəcə eləmiş olar. Cavab A variantı. Növbəti sualımız gəlsin. Növbəti sualımız 43-cü sualdır. 43-cü sual belədir. Bizə deyir kotangens x bərabərdir -3 olarsa, bizdən nəyi soruşur? 4 sinus x çıxaq kosinus x bölək kosinus x üstə gələk 2 sinus x-i hesablayın deyə bir sualdır. Bərabərdir. Mən bilirəm ki, kotangens alfa nəyə bərabərdir? Elə bir ki, kosinus x böl sinus x mənə verir, kotangens x-i verir. İndi mən ona görə burada hər tərəfi sinusa bölürəm. Sürətdə də, məxrəcdə də. Sürətdə elə bir sinusa bölsək, bu olacaq 4 çıxaq. Nə qalır burada? Kosinus x bölək sinus x qalır. Məxrəci də sinusa bölsəm, sürət və məxrəci eyni bir ədədə bölsək, orada heç bir problem olmaz. Kosinus x-i sinusa bölsəm, elə bir ki, kosinus x bölək sinus x üstə gələk. 2 sinus x-i sinus x-ə bölsək, 2 qalmış olur. Bu da bərabərdir. Qiymətini qoyuram yerinə. 4 çıxaq bu kotangens x elədir. Kotangens x üstə gələk 2 elədir. Bu da bərabərdir. Burada 4 çıxaq. Kotangens x mənfidir. -3. -3 üstə gələk 2 bərabərdir. -1-dən müsbət 7. O da bərabər -7 eləmiş olur. Hansı variantdır? Sonuncu Y variantı. -7. Bizə dəqiqə müəllimlər. Davam eləyəyin. Burada 43-cü sualımız bitdi. 44-cü sualdan davam eləyəyin. 44-cü sualımız belədir. Bir dənə 2 dənə mail çəkilib. Aha. Burada elə bir ki, bura 90-dır, burada 90-dır. Mənə nə verib burada? Mailləri NO çəkilmişdir. MA neçə verib burada? MA 8-dir. Bizə dəqiqə AMO. AMO bir də B. Aha. MA 8-dir. Buranın 8 verib. OB üstü. Buranın 3 verib. Buranın 30 dərəcə veribdir. Bizdən nəyi soruşur? MB-ni soruşur. Buranı soruşur. Burada 30 dərəcəli bucaq qarşısındakı katet burada. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Elə ki, MO burada oldu 4. Digər tərəfdən bu da düz bucaqlı üst bucaqdır. Bax, bu üst bucaq. Katetlər üst 4 olanda hipotenuz neçə olur? Hipotenuz 5 olur da. Və yaxud da x-in kvadratı bərabərdir. 3-ün kvadratı üstə gələk 4-ün kvadratı. 9 üstə gələk 16 bərabər 25. X də bərabərdir. 5 olmuş olur. Cavabımız burada A variantı 5-dir. Sadə sual idi, çətin sual deyil idi. Bizdə burada 45-ci sualda sadədir. Belə bir koordinat sistemi çəkilib. Belə bir qrafik verilibdir. X, bura 0-dır, burada Y-dir. Aha, bura mən təpə nöqtə M deyirəm. M buradadır. Buranın kəsdiyi nöqtə C nöqtəsidir. Burada parabolanın qolları yuxarı yönəldiyi üçün A böyükdür 0. Burada parabola Y oxunu aşağıda, 0-ın aşağı hissəsində, Y-in mənfi hissəsində kəsdiyi üçün
Burada C sıfırdan kiçikdir. M bərabərdir nəyə? Mənfi B bölək 2A düsturuna hesablanırdı. Mən bilirəm ki, A-nın qiyməti müsbətdir. Müsbətdir. Burada M mənfidir. M mənfi olması üçün məndə B də müsbət olmalıdır. B də müsbət olmalıdır ki, müsbəti müsbətə böləndə müsbət eləsin, qarşısındakı mənfi onu mənfi eləmiş olsun. Demək, burada B də nədir? B də müsbət olmuş olur. A müsbət, B müsbət, C mənfi, cavab C variantı. 46-cı sual gəlsin. 46-cı sualımız belədir. Çox qabağa getdi. 46-cı sualımız görək necə idi. Funksiyasını oradan y bərabərdir. 3-ün üstü x-in kvadratı üstə gələk 2 çıxaq 9 funksiyasının qrafiki ordinat oxunu hansı nöqtədə kəsir? Əgər bir qrafik ordinat oxunu kəsirsə, onun x-i sıfırdır, y-i var. Əgər absis oxunu kəsirsə, onun x-i var, y-i sıfırdır. İndi bu ordinat oxunu kəsdiyi üçün bax bundan istifadə edəcəyik. Yəni harda ordinat oxunu kəsəndə onun y-i var, x-i sıfırdır. Hə. Deyir ki, ordinat oxunu hansı nöqtədə kəsir? Ordinat oxunu kəsirsə, onun y-i var, x-i sıfırdır. Yəni y bərabərdir. 3-ün üstü 0-ın kvadratı üstə gələk 2, çıxaq 9. Bu da bərabərdir. 3-ün üstü 2 elədi, çıxaq 9. 9 çıxaq 9, o da bərabər 0. Mən x-in 0 qiymətində y-i də 0 tapdım. Yəni, x 0 olanda y də 0 olmuş oldu. 0, 0 nöqtəsi C variantı. Cavab C variantı. Növbəti sualımız gəlsin. 47-ci sualı sərgəli şəkildə şəklini çəkək. Demək, burada belə eləyək də. 47-ci sual belədir. Davam eləyək. 47-ci sual belədir. Düzgün olmadı bu. Bunu sərgəli şəkildə belə çəkək, bu alınmadı. 47-ci sual. 47-ci sualı belə çəksək, qəşəng olar. 1, 2, 3 belə. Digərini belə çəkək. Burada bir white kənara çıxsın, belə. 3 belə olsun. Aha. Burada belə bir xət veribdir bizə. Bizdən burada alfa buradır. Alfa buradır. Bura alfadır. Bura alfadır. Bizdən tangens alfanı soruşur. Tangens alfa bərabər sual. Bura alfadırsa, hörmətli müəllimlər, baxın, burada alfadır. Çünki niyə görə? Bu bucaqla, bax, bu bucaqla, bu bucaq. Burada alfalar. Uyğun bucaqlardır. Uyğun bucaqlar olduqları üçün burada alfalar bərabərdir. Bəs tangens alfa nəyə bərabərdir? Elə bura 1 buradır, 1 də buradır. Tangens alfa bərabərdir. Bu bərabərdir nəyə? Qarşıdakı katetin, alfanın qarşısındakı katet 2-dir. Bitişik katet də 1-dir. Bu da bərabərdir 2. Vəssalam. Cavab 2. Növbəti sual 48-ci sualdır. 48-ci sual. Vuruqlara ayrın deyir. 48-ci sual belədir. 4x-in kvadratı üstə gələk 25 y-in kvadratı bərabərdir. Mən bunu belə yazıram. 4x-in kvadratı çıxaq 25 i kvadrat y-in kvadratı yazıram. Bu da bərabərdir. 2x çıxaq 5i y, 2x üstə gələk 5i y şəklində yaza bilərik. Hansı variantdır? C variantı olmuş olur. 49-cu sual gəlsin. 49-cu sualımız görək nədir? 5-in üstü loqaritma 4 əsasdan x bərabərdir. 1 bölək 125. X bərabər sual. Mən bilirəm ki, 5-in üstü loqaritma 4 əsasdan x bərabər 125, 5-in üstü mənfi 3 deməkdir.
Demək ki, L loqaritma 4 əsasdan x bərabərdir -3-ə. Buradan x də bərabərdir. 4-ün üstü -3 olmuş olur. 1 bölək 4-ün üstü 3, o da bərabərdir. 1 bölünsün 64 olmuş olur. Hansı variantımızdır? Cavab D variantı. Növbəti sual sonuncu sualımızdır. Sonuncu sualımız belədir. 50-ci sualımız belədir. Bizə deyir ki, düzgün üçbucaqlı piramidanın yan səthinin sahəsi bu qədərdir. Oturacağın tərəfin uzunluğu 3 sm, 8 sm olarsa apofemini tapın. Ümumiyyətlə, düzgün üçbucaqlı bir dənə piramida qursaq. Məsəl üçün deyirəm də, buradan belə çəksək, bax belə. Bu oldu piramida. Düzgün üçbucaqlı piramida A, B, C. İndi burada oturacaqlar 8-dir. 8-dirsə, burada apofem hansıdır? Apofem bax budur. Buradan bir dənə hündürlük çəksək, bax buradan. Bax bu apofem olur. Bura H deyirəm. Bura H deyirəm. Esyan nəyə bərabərdir? Esyan bərabərdir. P bura H-a bərabərdir. Piramidanın yan səthinin sahəsi P oturacaq yazaq da bura. P oturacaq bura H-a bərabərdir. Burada H apofemdir. Apofem nədir? Yan üzünün hündürlüyü. Piramidanın hündürlüyü yox. Yan üzünün hündürlüyü. Bax bu çəkdiyimiz bu H-dır. Oturacağın da yarım perim. Bu P oturacaq da P oturacaq nədir? P oturacaq da oturacağın perimetrinin yarısı deməkdir. İndi gəl oturacağın yarım perimetrini tapaq. 8 üstə gələk, 8 bölək 2. Bu 12 eləmiş oldu. Yan səthinin sahəsini verib mənə 72-dir. 72 bərabərdir. Yarım perimetr. Elə bir ki, gəl bunu düzəldək. Burada düz qeyd eləməmişik biz. Burada belə deyək də. Bir dəqiqə. Burada biz bunu belə yaza bilərik. P bərabərdir. P bərabərdir. P bərabərdir. P oturacaq bölünsün 2. Yəni oturacağın perimetrini 2-yə bölmək lazımdır. Burada P yarım perimetrdir. Yarım perimetri 12 tapmışam. Yan səthin sahəsi neçədir? 72. 72 bərabərdir. P oturacaq yarım perimetr 12-dir. 12 vuraq H. Apofemi soruşur bizdən. Buradan H da bərabərdir. 72 bölək 12. O da bərabər 6 eləmiş olur. Bu da sadə sualdır. Cavab B variantı 6 olmuş olur. Belə hörmətli müəllimlər. Ümid edirəm izahım müəyyən qədər sizə kömək olacaqdır. Buyurun, xoş istirahətlə izləyin. Sağ olun.